Bəli, hər vaxtınız xeyirli olsun, əziz dostlar. Biz Gürcüstan, Tiflis şəhəri Bol Yaşam Kilsəsindən sizi salamlayırıq. Hər kəsin evində, eşiyində sülh olsun. Tanrımızın hər cür ağıldan üstün olan sülhü, hər birimizin ürəklərimizi və düşüncələrimizi Rəbb İsa Məsihin vasitəsilə qorusun. Amin, amin, amin. Yine 7. gün, əziz dostlar, gözəl gün, xeyirdualı və bərəkətli gün. Hər dəfə təkrar edirəm və yorulmadan yenə də təkrar eləyəcəm. Tanrı bu günü xeyirdualadı və təqdis etdi. Yaradılış kitabında yazılıb. Belə yazılmışdır. 7. günü xeyirdualadı və bərəkətlədi, təqdis etdi. İsa Məsihin adı ilə. Amin. Və biz də məsihçilər olaraq kəlama uyğun yaşamağa neylirik, cəhd edirik, səy göstəririk. Bunu nə qədər bacarırıq, yəni hər kəs özü bilir və kəlama görə yenə də deyirəm ki, inanıram, iman edirəm İsa Məsihim, Rəbbim. Amma imansızlığıma da yardım elə. Biz də gücsüzlüyümüzdə Rəbb bizə güc və qüvvət versin. Bəli, 7. günün xeyirduasını, bərəkətini hər birinizin üzərində bəyan edirik. İşini, gücünü, vacib bir şeyləri, yəni kənara qoyub, Rəbbin toplantısına gedən hər kəs, Rəbbin işığına, nuruna yığılan hər kəs, kəlamına toplanan hər kəs nə bəxtiyardır. Tanrı'nın bir qanununu yerinə getirir. 7. günə hörmət etdi Tanrı. Və bugün alınan xeyir-dua, bərəkət bütün həftə boyu hər biri bizə çatır, əziz dostlar. Bunu bilən, ruhən, yəni inkişaf edən bir insan bilir ki, hardansa bir gələn yerdirsə də, yəni oranı boyu Rəbbin ardınca qaçıb gəlirsə, 7. gün Rəbbin toplantısına toplanırsa, Tanrı'nın kəlamı üçün susuyursa, o bilir ki, o qoyduğu o yer ki, hansı ki, oradan gələcəkdi, onu atdı bir kənara, Rəbbi önündə tutdu. Bilsin ki, ondan da artığını Rəbb ona verəcək. Rəbbin xeyir-duası, bərəkəti sərhədsizdir, əziz dostlar. Və xeyir-dua, bərəkət deyərkən hamı təkcə pulu nəzərdə tutur, maddi cəhəti nəzərdə tutur. Əziz dostlar, ondan da qiymətli şeylər var. Sən xeyirdualı olursan hər yerdə, o deməkdir ki, qalibsən hər bir şeydə, yəni sənin sülhün var. Onun çox böyük, puldan da böyük dəyəri var. Pulla gedib almaq olmur. Və sənin şəfan, sağlamlığın var. Bunu da heç bir yəni var dövlətlə almaq olmur. İnsanlar var, dövlətlidir, varlıdır, çox varlıdırlar, çox dövlətlidirlər. Amma ki, hansısa bir xəstəliyin qarşısında acizdirlər. Onun üçün də Rəbbin bərəkətləri çoxdur, əziz dostlar. O bərəkətlərin hər birinizi 7. gün qanuna əsasən vacib işlərinizi geridə qoyub, Rəbbin ardınca gələn, Rəbbin işığına, nuruna toplanan hər bir bacı qardaşımıza o bərəkətləri diləyirik və o bərəkətlər hər birimizin həyatında olsun İsa Məsihin adı ilə. Tanrımız çok böyüktür. Onu hər dəfə deyək, yorulmadan deyək. Çünki iman sözü eşitməkdən və eşitməyə əmələ gəlir. Dilimizlə deyəni qulaqlarımızla qoy eşitsin ki, bizdə iman, ümid, sevgi güclənsin, əziz dostlar. Və carmıqdakı satın alma gücünü də hər birimizin üzərinə bəyan edirik. Çox baha qiymətə satın alındı, bunu bilirik. Və Tanrı'nın bu sevgisini heç bir varlıq, heç bir şey bizə göstərə bilməzdi. Rəbb bunu bizim üçün elədi, Tanrı bizim üçün elədi. Biz onun yarattıqlarının ən üstünüyük. Üstünüyük deyəndə soruşa bilərsiniz ki, hardan bildin üstünüyük? Kəlam deyir ki, özünə bənzər yarattı. Öz surətində və özünə bənzər insan yarattı. Əziz dostlar, bundan artıq daha bizə nə deməlidir ki?
yani ruhen inkişaf etmiş insan artık bunu bilir. Ve bütün canlıları bizim hakimiyetimizin altına verdi. Böyle güzel atamız var. Sevinmeyek, neyniyek? Bize